Şəhrizad simfonik suitası qüdrətli dəstə bəstəkarlarının yaradıcılığında şərq mövzusu xüsusi yer tutur. Rimski-Korsakov da onların sırasına daxildir. Onun 1888-ci ildə yazdığı Şəhrizad simfonik suitası şərq obrazlarına həsr olunmuş Rus musiqi nümunələrindən ən gözəllərindəndir. Şəhrizad proqramlı əsər olub, bir gecə ərəb nağılları motivləri əsasında yazılmışdı. 4 hissədən ibarət simfonik suita ərəb şərqinin rəngarəng lövhələri və obrazlarını canlandırır. Rimski-Korsakov seçilmiş ərəb nağıllarının məzmununu dinləyicinin başa düşməsinə kömək məqsədi ilə ilk əvvəl suitanın bütün hissələrini müəyyən başlıqla qeyd etmişdi. Lakin sonra bəstəkar əsərin başlığını və ümumi proqramını saxlamışdı. Bu ümumi proqram bir-biri ilə bağlı olmayan sehirli ərəb nağıllarına əsaslanır. Rimski-Korsakovun suitası sehirli nağıl qəhrəmanlarının maraqlı və rəngarəng macəraları haqqında orijinal musiqi hekayətidir. Dinləyici qarşısında dəniz, isti ölkələr, gözəl şərq şəhəri, Bağdadın obrazları canlanır. Suitanın bütün hissələrini bir-birinə sanki zəhmli Sultan Şəhriyara öz gözəl nağıllarını danışan Şəhrizadın musiqi mövzusu birləşdirir. Rimski-Korsakovun daha əvvəl Dəniz və Sindibadın gəmisi adlandırdığı birinci hissə kiçik, aslı templi girişlə başlayır. O, bütövlükdə zəhmli, qəddar Sultan Şəhriyar və gənc Şəhrizadın obrazlarını əks etdirən iki təzadlı mövzudan ibarətdir. Şəhriyarın mövzusu simli və nəfəsli mis alətlərin aşağı registrinin ifasında sərt və hökümlü səslənir. Solo skripkanın ifasında səslənən gözəl oxunaqlı melodiya isə tələsmədən öz nağıllarını danışan incə və müdrik Şəhrizadın obrazını yaradır. Girişin ardınca Sonata Allegrosu quruluşunda yazılmış Allegro səslənir. Qeyd etməliyik ki, Rimski-Korsakov daha əvvəl hissəli adlandırdığı başlıqla birinci hissənin məzmununu dəniz və onun üzərində üzən cürətli dəniz səyyahı Sindibadın gəmisi lövhəsi kimi adlandırmışdı. Əsas partiya coşqun dəniz obrazını yaradır. Burada musiqinin əsasını Şəhriyarın daha sakit və qüdrətli səslənən dəyişilmiş mövzusu təşkil edir. Əsas partiyanı dəniz mövzusunu köməkçi partiyanın yeni mövzusu əvəz edir. Çox sakit, hərəkətlə bir-birinin ardınca nəfəsli ağac alətlərinin şəffaf akordları səslənir. Sanki dəniz səyyahı Sindibadın dalğalardan sürüşərək keçən gəmisi təəssüratını yaradır. Daha sonra bəstəkar müxtəlif musiqi vasitələri ilə getdikcə coşqunlaşan dəniz lövhəsini təsvir edir. Sanki çılğınlaşmış təbiət Sindibadın gəmisini indicə məhv edəcək. Bütün bu musiqi lövhəsi artıq bizə tanış olan Şəhrizadın dəyişilmiş, yeni məna kəsb etmiş mövzusu əsasında qurulan ikinci köməkçi partiyada verilir. Ardınca səslənən repriz Allegronun əvvəlindəki sakitliyi qaytarmır. Musiqi yenə də çılğın dəniz fəlakətini əks etdirir. Birinci köməkçi partiya Sindibadın gəmisi mövzusu səslənməklə tufan sakitləşir. Sindibad və onun yol yoldaşları həlak olmadı. Musiqi lövhələrinin dəyişilməsi dinləyici tərəfindən məhz beləcə də qavranıldı. Birinci hissəni tamamlayan koda sakitləşmiş dənizi təsvir edən işıqlı, sakit musiqi ilə bitir. Suitanın ikinci hissəsi Rimski-Korsakov tərəfindən ilk əvvəl Şəhzadə Qələndərin hekayəti adlandırılmışdı. O, solo skripkanın ifasında Şəhrizadın mövzusu ilə başlayır. Bu, gənc hekayətçinin yeni nağılının başlanmasını göstərir. Yeni nağıl söyləyən personaj Şəhzadə Qələndər meydana çıxır və Şəhrizad öz nağılında artıq Qələndərin adından hekayəti danışmağa başlayır. Şəhzadə Qələndərin hekayət mövzusu faqotun aramlı və sakit solo ifasında səslənir. Öz xarakterinə görə o, şərq melodiyalarına yaxındır. Qələndər mövzusu variasiya üsulu ilə inkişaf edir. Parlaq orkestr tembr rəngarəngliyi ilə zənginləşərək, o, dinləyicidə misilsiz fantastik hadisələr haqqında hekayət təəssüratlı yaradır. Hissənin orta bölməsi parlaq təzadlı mövzuların növbələşməsində təşkil olunmuşdu. Özünə məxsus fantastik skerso
marşdır ki, dinləyicinin təsəvvüründə Qələndərin həyəcanlı təsvir etdiyi fantastik döyüş səhnələri əks olunur. Reprizdə yenə də Şahzadə Qələndərin mövzusuna rəngarəng variasiyalar davam etdirilir. Musiqinin axırında orkestrin bas registrində birdən-birə Sultan Şəhriyarın sərt mövzusu qayıdır. Üçüncü hissə Şahzadə və Şahzadə qız simfonik suitanın parlaq ifadəli lirik hissəsidir. O, öz melodik gözəlliyi ilə, zərifliyi ilə seçilir. Skripkaların tembrində səslənən incə, oxunaqlı lirik xarakterli birinci mövzu, öz zəngin, bəzədilmiş ornamentikası ilə şərq xalq mahnılarına yaxındır. İkinci mövzu axıcı, incə rəqsvari melodiya klarnetin tembrında ifa olunur. Reprizdə bu mövzular yenidən təkrar olunur, lakin orkestr tembrlərinin yeni boyalarında onlar daha ehtiraslı, lirik, patetik xarakterli səslənir. Bəstəkar buraya skripkanın ifasında səslənən Şəhrizadə mövzusunu daxil etməklə sehirli nağılı Şəhriyarın gözəl və müdrik qadınının danışdığını xatırladır. Suitanın dördüncü hissəsi ən parlaq və rəngarəng musiqi lövhəsidir. İlk əvvəl Rimski-Korsakov onu Bağdadda bayram adlandırmaq istəyib, musiqini dinləyərkən həqiqətən də səs-küylü xalq bayramı təəssüratı yaranır. Finala giriş, Şəhriyarın sərt və Şəhrizadın ürək açan yumşaq mövzularının qarşı durması üzərində qurulur. Şəhrizad özünün sonuncu, bəlkə də ən həyəcanlandırıcı və maraqlı nağılını danışmağa başlayır. Şəhrizadın melodiyası Bağdadda bayram musiqi lövhəsi ilə əvəz olunur. Bu böyük epizodun əsas mövzusu şərq rəqsi Ləzginkaya yaxın olan sürətli, temperamentli xalq oyunudur. Mövzunun səciyyəvi xüsusiyyəti onun şərq rəqslərində tez-tez rast olunan özünəməxsus çevik ritmidir. Bu, finalın dəfələrlə təkrar olunan əsas musiqi obrazıdır. Daha sonra bəstəkar finalın musiqisinə suitanın o biri hissələrindən artıq tanıdığımız bir sıra mövzuları daxil edir. Məsələn, burada ikinci hissədə Qələndərin hekayəti, üçüncü hissədən Şəhzadə qızı mövzusu, üçüncü hissənin orta bölməsində sərt marş səslənir. Əvvəlki hissələrdən mövzuların burada istifadə olunması heç bir proqramlılıqla bağlı deyil. Sadəcə suitanın hissələr arasında vahidlik yaratmaq məqsədi ilə görülüb. Gözlənilmədən musiqinin xarakteri dəyişir, o gərgin və dramatik səvkidə səslənir. Sanki şən bayram heç olmamışdı. Dalğalar qalxır, tufan qopur. Dinləyici qarşısında yenidən dəniz tufanları lövhəsi canlanır. Gəminin artıq təbii fəlakətlə mübarizə aparmağa gücü qalmayıb. Məhz buna görə də dəniz mövzusu burada ikinci hissədən marş mövzusu ilə eyni vaxtda səslənərək daha sərt və gərgin eşidilir. Tam-tam alətinin qulaqbatırıcı zərbələri fonunda orkestr güclü akordları səsləndirir. Sindibadın gəmisi qayaya dəyib parçalanır. Nəhayət tufan yatır, dalğalar və indicə sərt gücü ilə qorxunc olan dəniz mövzusu sakitləşir. Artıq o qəmli səslənərək sanki həlak olmuş dənizçilərə öz təəssüratını ifadə edir. Musiqi hekayəti sona yetir. Nəticədə gənc Şəhrizadın melodiyası incə və düşüncəli səslənir. Daha sonra dinləyici Şəhriyarın mövzusunu eşidir. Lakin burada onun mövzusu sakit və yumşaq xarakter alır. Şəhrizadın gözəl nağılları qəddar Sultan Şəhriyarı yumşaldır və o öz müdrik və gözəl xanımına rəhm edərək həyat bəxş edir. Şəhrizad Rus musiqisində şərq aləmini əks etdirən ən qiymətli əsərlərdəndir. Suitanın 4 hissəsinin hər birində bəstəkar müxtəlif xarakterli, müstəqil rəngarəng musiqi lövhələrinin Şəhriyar və Şəhrizadın iki əsas mövzusu ilə möhkəmləndirilmiş tam zənciri əmələ gətirə bilmişdi. Bununla bəstəkar sanki bildirir ki, buradakı bütün musiqi epizodu və lövhələri bir şəxsin, gənc Şəhrizadın nağıllarıdır.